Salam əleykum əziz və dəyərli izləyicilər. Savral rayon Mürsəli kəndində köhnə bir ev satılır. Yəni satılmaq bundan ibarətdir ki, alan adam gəlib ev yəsini qiymətdə razılaşacaq. Həyətdə 2 dənə ev var. Biri fövqəladə tikib, bu isə özlərinin dədə-baba evləridir. Ev sahibi bildirir ki, bu evi satmaq istəyirəm. Əmin nətərdir? Bir dənə məlumat ver. Neçədir eni uzunu? 11 metre enidir, 20 metre uzun. 11 metre enidir, 20 metre uzunudur. Neçə otaqdır? 5 otaq. 5 otaqdır. Girişlər dəmir qapı, dəmir qapı. Hə. Yəni burada hardasa böyük bir evdə. Yəni 7000 dənə kubikdə işlər standart kubik. Dedi eşidirlərsə. 7000 dənə kubikdə işlər standart. Hə. Ondan sonra 35 kub metr zat material. Bildim. Burada da hal-hazırda ev sahibi tolcuzə saxlayır. Deməli 1, 2, 3, 4. 4 otaq. Burada da əlavə 2 dənə də otaq var. Görmüşəm. 8 metrelik otaqdır. 10.000 manatlıq hələ döşəməsi var. Nə qədər şey var, o qədər material var. Hörmətli izləyicilər, sizdən xahişimiz bizə dəstək üçün videonu bəyənməyi, paylaşmağı və şərh yazmağı unutmayın. Öncədən təşəkkürümüzü bildiririk.